Salam. Bu adi dolma yox, əmən köməcinin dolmasıdır. Bunu da təsadüfən göyərti almağa gedəndə gördüm. Sözün açığı biraz eləyib dadına baxmaq istədim. Ətimi rahladım. Ətim yağlı, quyruqlu dana əti idi. Soğanla qatdım. Sonra düyüsünü, göyərtisini, quru nanəsini vurdum, qarışdırdım. Fikirləşdim ki, biraz edərəm deyənə 2 dəstə əmən kömənci aldım. Bu göyərtidən ilk dəfə alırdım. Heç yarpaqlarının bu qədər iri olmağını ilk dəfə görürdüm. Sən demə, bunlar da sortla imişlər. İndi deyəcəm niyə. Yarpaqlarını təmizləyib üzərinə qaynar su tökdüm. 1 dəqiqə keçməmiş öldülər. Sudan çıxartdım, yenidən yudum. Çox qəşəng kövrək yarpaqlar olur. Bükmək də çox rahat olur. Adi üzüm yarpağını bükdüyümüz kimi hamar üzünə yox, damarlı tərəfinə əti qoyub bükürük. Yarpağım az idi deyənə dolmaya yararsız yarpaqlardan qazanın dibinə düzdüm və üzərinə dolmaları yığdım. Amma səhərsi günü bu göyərtini yenidən gedib aldıqda artıq başqa növünü gördüm. Görürsüz, bunun yarpaqları necə fərqlənir. 12 dəstədən böyük yarpaqları seçdim və nəhayət ki, dolmamı büküb bitirdim. Üzərinə kərə yağı qoyub su tökmədən vam atəşdə bişməyə qoydum. Üzü suyunu buraxdı, hardasa 50 dəqiqəyə 1 saata bişdi. Yarpaqlar çox xırdaydılar deyə üzərinə düzməyə hövsələm çatmadı. Amma dolmam qaralmadı. Gördüyünüz kimi olduğu kimi də yamyaşıldı. İlk dəfə yedim, dadı da xoşuma gəldi. Ev əhli ümumiyyətlə heç nə bilmədi. Dadında bir fərq hiss eləmədilər deyənə mən də heç nə demədim. İndi siz mənə yazın görün, bunun qalan hissəsinə nə bişirsəm dadlı olar. Nə qədər ki mövsümüdür, siz də bişirin, dadına baxın, nuş olsun.